Salam Orxan bəy. İnşallah yaxşısınız. Siz sağlamlıqla uzun zamandır maraqlanırsınız. Bilmək istəyirəm, beyin üçün ən faydalı nədir? Mənim ən çox əziyyət çəkdiyim orqanımdır. Uzun müddət müalicə almışam. Ümumiyyətlə beyni yenidən öz sağlamlığına qaytarmaq olarmı? Oxuyuram ki, beyinə ən çox B6, B12 və sair vitaminlər çox lazımdır. Bunları dərmansız, yəni qida ilə əvəz etmək olarmı? Ən çox beyin yorğunluğu olur son vaxtlar. Cavablayıb izah versəniz şad olaram. Bir də nəfəs darlığı yaranır, sanki havam çatmır. Müalicə götürəndə amma yaxşı oluram. Öncədən təşəkkür edirəm. Bu sualı cavablamaq üçün yəqin ki, nəsə bir diaqnozu bilməlisən və burada qeyd edilməyibdir diaqnoz. Hər nəysə, hansısa bir mütəxəssisə müraciət etsəniz, o öz sahəsi ilə bağlı sizə nəsə tövsiyə verər. Çünki bizim orqanizmamız bir-biri ilə əlaqəlidir. Məsələn, qida mütəxəssisi sizə hansısa bir qida ilə bağlı bir məsləhətlər verəcək. Deyəcək ki, bax, filan bir məhsullarda B12 var, B6 var və s. və ilahir. Dərman satanlar sizə hansısa bir dərmanları tövsiyə edəcəklər, vitamin, mineral əlavələrini tövsiyə edə bilərlər və s. və ilahir. Uzun müddətdir ki, bəli, mən də sağlamlıq mövzusunu araşdırıram və bu araşdırmalarım məni yekunda nəyə gətiribdir, onu da deyəcəm. Bəlkə ola bilər ki, sizdə də rezonans olar, bəlkə siz də mövzuya bu tərəfdən baxasınız. Bilirsiniz, əslində cavab hansısa bir qidalarda, məhsullarda və yaxud da vitamin, mineral əlavələrində falan deyil. Nə mənə kömək edəcək, nə mənə kömək eləməyəcək bir məsələsində də deyil. Əsas bu məsələ nəyə görə mənim başıma gəldi, mənə nəyi öyrədir, mənə nə göstərmək istəyir, beyinlə bağlı bir problemim var, bu mənə nə demək istəyir? Bilmirəm, indi yaddaşsızlıqdır, beyinlə bağlı, nə ağrılardır, nəfəslə bağlı olsun belə, nə məni sıxır həyatımda və s. və ilahir kimi bir şeylər. Yəni, həqiqətən, şəxsən özümdən deyim, öz sağlamlıqla bağlı problemlərimdən deyim, nələrisə dəyişməyə başlayanda həyatında bir çox irəli gedə bilirsən. Nədənsə başlamaq lazımdır da, istər qidalanmanı dəyişməkdən, istər fiziki aktivlikdən olsun, istər nəsə bir düşüncələrdən olsun, səbəb axtarışlarından olsun, konkret olaraq, yəni özündən başlamaq. Dərman axtarmaq yox və yaxud da hansısa bir məhsulda onun vitaminini axtarmaq yox. Çünki zaten səndə proseslər, bir tıxac yaranıbsa, səndə bir problemlər varsa, mənimsənilmə problemi və s. kimi bir şeylər, orqanizman onu qəbul etməyəcək. İstər süni formasında, istər təbii formasında belə, yenə də sənin bədənin düzgün işləmirsə, yəni problem buradadır. Problem buradadır, reaksiyadadır, sənin yanaşmandadır və çox vaxtı təbii ki də, məsələn, mənim araşdırmalarım nəyə gətirdi? Bir tək bədənə bütöv şəkildə baxmaq yox, ümumiyyətlə həyatıma bütöv şəkildə baxmaq. Harda mən məsələn də stres çoxlu keçirdirəm, harda mən özümə qarşı çıxıram, harda mən başqalarını incidirəm, dinləyirəmmi mən özümü, dinləyirəmmi, mənim düşündüklərim, hisslərimlə üst-üstə düşürmü, hisslərim sözlərimlə üst-üstə düşürmü, sözlərim əməllərimlə üst-üstə düşürmü, yalanla yaşayırammı, saxta həyat sürürəmmi və s. və ilahir. Yəni, yekunda idealda necə olmalıdır? İdealda bir dürüstlük olmalıdır. Sənə ən yaxın olan insanlarla. Çünki sənə ən yaxın olan insanlarla elə bir emosiyalar yaşayırsan ki, bu proseslər sənin bədənində gedir də. O başlayır, yəni mənfi sənin özünə təsir göstərməyə, yəni sənin sağlamlığına. Kimdəsə beyinlə bağlı, kimdəsə
başqa bir problemlərlə bağlı indi hələ də bir cürdür da. Ola bilər ki, genetik, yəni belə deyək də, hansısa bir zəifliyin var, oradan vurur çıxır. Yəni bunu mən bir mütəxəssis deyiləm. Siz mütəxəssisə sualı verməmisiniz. Yenə deyirəm, hər hansısa bir mütəxəssisə də sualınızı versəniz, öz ancaq sahəsi baxımından onu cavablayacaq. Dərman alverçisi sizə dərman təklif eləyəcək, vitamin, mineral əlavələri satan sizə onu tövsiyə edəcək. Fiziki aktivliklə, məşqlə məşğul olan sizə deyəcək ki, davay başda hərəkət eləməyə, bu beyinə köməklik eləyir. Bəli, həqiqətən də bunlar hamısı təsirini göstərə bilər. Özünüz də qeyd edirsiniz ki, hansısa bir müalicədən sonra özümü yaxşı hiss edirəm, amma müvəqqəti. Demək ki, səbəbi tapmaq, səbəbi axtarmaq zamanıdır. Səbəb kökündən həll etməsəz bunu heç kim sizə köməklik eləyə bilməyəcək. Hər şey müvəqqəti təsirini göstərəcək. Mən uzun illər, yəni mənə müvəqqəti bir çox şeylər köməklik eləyirdi. Yekunda başa düşdüm ki, nəyisə məndə dəyişikliklər baş verməlidir. Mən səbəbi tapmalıyam. Qidalanmadan başladı bu hərəkətlər. Həqiqətən də qidalanma bir çox şeyimə köməklik elədi. 3 il problemsiz, sağlamlığımla bağlı hər şey yaxşılığa doğru gedirdi. 3 ilin sonunda artıq başladım başa düşməyə ki, tam da xilas olmamışam. Müəyyən bir məsələlər var, məsələn, ləkələrlə bağlı ki, qidalanma onu aparmır ki, aparmır. Başladım artıq psixosomatikaya baxmağa. Gördüm ki, yəni başqa bir yolum yoxdur. Artıq bədənimə sadəcə deyil, həmçinin başa düşdüm ki, bədənimdən daha artıq bir varlığam. Mənim başqa bir rollarım da var. Başqa bir vəzifələrim, başqa bir borclarım da var. Yəni bir tək bədənimə yox, həmçinin də məsələn həyat yoldaşı kimin həyat yoldaşıma, ata kimin övladlarıma, övlad kimin valideynlərimə, onlarla kommunikasiya hər şeyi təyin edir bu həyatında. Onlarla yaşadığın kommunikasiyalarla, əlaqənlə sən emosiyalar yaşayırsan. Bu emosiyalar çoxlu-çoxlu negativdirsə, hansında yalan var çoxlu-çoxlu. Bu birbaşa sənin həyatına təsir göstərir. Birbaşa sənin bədəninə təsir göstərir. Yəni məsələ sənin reaksiyandadır, sənin yanaşmandadır. Hansı səni sıxır, nə ki səni boğur, nə ki beyinə verir, başa verir. Bunu mən ancaq bu şəkildə izah eləyə bilərəm. Çünki mənə cavablar başladı bu şəkildə gəlməyə və mən bu cür öz sağlamlığımla bağlı problemlərdən xilas oldum, qurtuldum. Və iş arasındadır ki, qurtuldum deyərək tamamilə qurtarmırsan. Sən hər gün, həyatının hər bir günü o yaxın insanlarla kontaktdasan. Bir balaca nəyisə bir səhvlik eləsən, bir balaca nəyisə bir doğru addım atmasan, bir balaca nəyisə bir sıxma boğma olsa, sabahsı günü və yaxud da yaxın bir zamanda karma, geri dönüş, dərhal bunun mənfisini yaşayacaqsan. Kimdəsə pulla bu çıxır, kimdəsə canından çıxır, kimdəsə başqa bir problemlərlə üzləşir. Yəni yekunda sən balans bu tənzimlənir. Ona görə də ən gözəli, həqiqətən də ən gözəli başa düşməkdir ki, bu dünyanın, bu həyatın yaradıcısı var. Burada baş verən hər bir şey ədalətlidir, boş yerə baş vermir. Nəsə olubsa, demək ki, məqsədli şəkildə olubdur və nəsə varsa da demək ki, mənə nəyisə göstərir, nəyisə öyrədir. Yəni başa düşmək ki, var, başa düşmək ki, ədalətlidir. Bunu ilk öncə qəbul eləmək və axtarmaq. Yəni sadəcə gözdən pərdə asmaq üçün nəyisə, nə qəbul eləyim, nə içim, nə yeyim, zat yox. Konkret olaraq qəbul eləmək ki, hə, mən razıyam, mən qəbul edirəm. Hə, məsələ məndədir, mənim nəyisə bir borcum var, mənim nəyisə bir etmədiyim, mənə nəyisə lazımdır, nəyisə dərs verir mənə bu situasiya. Və o zaman, inan mənə, o zaman nə vaxt ki, sən həqiqətən bunu daxilən başa düşəcəksən, o zaman sənə cavablar başlayacaq açılmağa. Ola bilər bu video bu cavablardan biridir. Birinci addımdır. Ola bilər sən özünə o sualları verirsən deyə bu video nəsə axı səni vadar elədi bu sualı mənə verməyə. Elə deyilmi?
Yəni nəsə ortada bir güvən var da, nəsə bir rezonans, nəsə bir var ki, o sual mənə ünvanlandı. Təşəkkür edirəm bu sualı verdiyin üçün. Ümid edirəm bu videoda o sualı belə cevablaya bildim. Ən azından istiqaməti göstərdim. Hansı tərəfə baxa bilərsən? Cavab özündədir. Yəni ancaq sən özün onu cevablaya bilərsən. Heç kim sənin yerinə onu həll eləyə bilməz. Belə. Bir daha təşəkkür edirəm. İzləyicilərə də minnətdarlığımı bildirirəm. Zaman ayırdılar, bu videonu izlədilər və ola bilər ki, onlar üçün də bir köməkli oldu. Hər bir halda bu niyyətlə çəkirəm bu videonu. Bir daha sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.